Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər daha da sürətləndirilir. Təbii ki, bu zaman Respublikamız üçün prioritet istiqamətlərdən biri də kənd təsərrüfatı, həmçinin heyvandarlıqdır. Lakin digər sahələrdə olduğu kimi burada da görülməli olan işlər, çətinlik və çatışmazlıqlar mövcuddur. Heyvandarlığın inkişafı və bu sahədəki məhsuldarlığın artırılması üçün ilkin addımlar hansılardır? Qarşıdakı sujetdə bu haqda danışılacaq. Hazırda Lənkəranda malqaranın baş sayı 53 mini ötsə də, istər ətli, istərsə də südlük baxımından məhsuldarlıq qanunedici sayılmır. İlkin dövrlərdə bu sahədə məhsuldarlığın artırılması və cins tərkibinin yaxşılaşdırılması üçün əsasən xaricdən lizinq yolu ilə cins heyvanlar gətirilirdi. Lakin bu bir qədər baha başa gəldiyi və yerli şəraitə uyğunlaşma prosesi vaxt apardığı üçün daha mütərəqqi üsul sayılan süni mayalanmaya üstünlük verilməyə başladı. Bir ildən sonra süni mayalamada alınan balaların çəkisi 300-330 kiloqrama qədər birli göngə ət verə bilir. Ancaq yerli malqara isə 70-80 kilodan artıq ət verə bilmir. İkinci bir məsələ isə fermerlərin heyvanları saxlama şəraiti ilə bağlıdır. Yəni, yaxşı cinsin əldə olunması hələ ondan yüksək məhsuldarlığın əldə olunacağı anlamına gəlmir. Tövlə şəraiti olmalıdır, içməli suyu, təmiz içməli su olmalıdır. Heyvanı saxlamaq üçün yem bazası olmalıdır. Yəni, ora daxildir, sulu şirəli yemlərdir, kökü meyvəlilərdir, quru otdur, yonca otudur. Bütün bu məsələlər haqqında fermerlərin maarifləndirilməsi, düzgün profilaktik və müalicə tədbirlərinin aparılması isə təbii ki, peşəkar baytar kadrlarının üzərinə düşür. Lakin təəssüf ki, son zamanlar bu sahədə savadlı kadrların sayında azalma müşahidə olunur. Harda ali təhsilli kadrımız var, həmin ərazilərdə sahibkarlar çox razılığını bildirir və sahibkarların mal qarasında sağlamlıq daha geniş şəkildə özünü göstərə bilir. Savadsız baytar həkimindən heç bir sahibkar müqavilə bağlamaq istəməz. Nəhayət, son mərhələ isə yetişdirilən heyvanın, ondan sağılan südün satışı məsələsidir. Təəssüf ki, bu sahədə də görülməli çox iş var. Hazırda kəsim sexlərinin olmaması, fermerlərin heyvanı fərdi kəsimlə məşğul olanlara satması, südün isə emal müəssisələri tərəfindən 20-30 qəpik arası qəbul olunması təsərrüfat sahiblərini narahat edən əsas məsələlərdəndir. Məhəmməd Rzayev, İmran İqbaloğlu, Lənkəran.